Vivo V40 smartfonumuzu arka dizaynlarını gördüksə özünə yaraşan becərimətli işləyən müstəhkəm plastikdən təşkil tapadır, hamkələrə müstəhkəm plastikdən təşkil tapadır. Pəski tərəfində Type-C razyomu, dinamik əsə, sim kartı slot üçün cay oladı. Dəpəsində dinamik əsə oladı, yəni stereo dinamik təşkil edir. Smartfonumuzu dizaynını gördüksə bu gümüş sveti də var, yəni silver svetləri oladı. Smartfonumuz ötə tonki 7-6 mm təşkil edir. 190 qram kolla duruşu umman komfort dərəcəsində buladı. Smartfonumuzu displeyi 678 düym AMOLED displey ötə kaçsın displeydən təşkil tapadı. Xo'p, kaçsuası 1.5K, yəni 1200-ə 2800 piksel sonuna ega boladı. 4500 nitəcə yorulğu çıxıb bilədi. Bu yəni bu smartfonumuz başqa smartfonlara qaraganda 2 mərtəbə yorulğu güclü boladı. Quyoş teyində hər xil uyudamlıyələrə, yoki Telegram, Instagramdan görüdən olsanız kaçsuası düşməydi. Bu smartfonumuzun displeyi başqa telefonlara qaraganda zərbələrə durub bərabər müstəhkəm displaydən təşkil tapadı. Bu smartfonumuz əsası kamerası 50 megapiksel ZS kameradan təşkil tapadı. İkinci kamerası 50 megapiksel ultra wide kamerası üçün. Smartfonumuzu selfie kamerası 50 megapiksel təşkil 4K 30 FPS Full HD 60 FPS video syomka etiş imkaniyetine ega boladı. Portret rejimlərə, ZS kamerasına, videolara özləriz baxa bərabər. Vivo V40 smartfonun selfie kamerasında Full HD 60 FPS'te video zapis yaptığımız. Biz bu smartfonun selfie kamerası 4K 30 FPS'te video syomka etiş imkaniyetine ega. Yani bu smartfonumuzu açmadan kızıklı tarafı 0.8x'dan 1x 1x'dan 2x optik zoomuna ega. Yani qaysi smartfon şimdi selfie kamerasında optik zoom'a ega. Kommentariyada yozib ketamiz. Smartfonumuz nechik prosessor bilan jihozlanganda sizə Snapdragon 7 Gen 3 bilan jihozlanadi. İşləşləri, prilojeniyaya girişləri umuman tez bo'ladi. To'poy prosessorlar bilan jihozlangani uchun smartfonumuz PUBG Mobile'da 60 FPS ko'tarib beradi, ya'ni giroskopdan poddesh etadi. Smartfonumuz 7-6 mm 190 gramligina karamin 5500 mAh akkumulyatora ega bo'ladi. Siz uchun 1,5 kun yetib beradi. Agar ishga qisqroq bo'lsangiz 80 wattli golovkasi bilan yarim soatda 70-80% smartfonimizni to'liq zaryadlab olsak bo'ladi. Smartfonimizni eng qiziqarli joyiga keldik. Bu smartfonimiz bahosi bo'ladi. Bu smartfonimizni biz shu vaqtda 9.600.000 so'mgacha sotib kelamiz. Naqddan bo'lib beraman. 6 oycha bo'lib beraman, shu bahoda olganlar. Hozirgi vaqtda 20% skidkasidan foydalanib qilib 7.680.000 so'mga xolosasiz naqd aling, xolosasiz 6 oycha bo'lib olsangiz bo'ladi. Sizlarni barcha filiallarimizda kutib qolamiz. Xayr, salomat bo'ling.